114-cü sualla uşaqlar davam edirik. Burada 1 mol natrium götürdüyümüzə görə oksalat turşusu ilə hidrogenin birinin əvəzlənməsi baş verir və alınır H2. Əmsallaşdıranda da hidrogeni özüm 0.5 yazıram belə. Amma siz bunu əgər deməli yazılı sualda cavab kimi göstərsəniz, bunu 0.5 ilə yox, tama gətirmək lazımdır. Bu cür əmsallaşdırın. 115-də isə onda hər iki hidrogenin natriumla əvəzlənməsi baş verəcək. 116 da gedən reaksiyadır. Çünki oksalat turşusu turşudur. Turşu olduğuna görə də əsasən reaksiyaya daxil olur. Yenə də əgər 1 mol götürmüşüksə, H-ın biri əvəzlənib 1 mol su çıxacaqdır. 2 mol götürmüşüksə, hər ikisi natriumla əvəz olunur və 2 mol su əmələ gəlir. Bəli. Oksalat turşusu da 2 əsaslı karbon turşuların ilk nümayəndəsidir. Ağ kristal maddədir. Deməli, bunlar suda, efirdə, spirtdə yaxşı həll olur. Turş rəng bitkisidir, ravənd, ispanaq, onların tərkibində rast gəlinir. Həmçinin 2 əsaslı karbon turşularına oksalatdan sonraki nümayəndə, belə yazılır, COOH, CH2, COOH. Bunun adı olur malon turşusu. Bundan bir sonraki nümayəndə CH2-nin sayı 2 olarsa, bu olacaq kəhraba turşusu. CH2-nin sayı artırırıq. 3 olarsa glutar, 4 olarsa adipin turşusu sayılır. Adipin turşusunu biz lift dərsində görmüşük. Orada dedik ki, heksametilin diaminlə adipin turşusundan neylon lifi əmələ gəlir. İndi davam eləyək. Deməli, gəldik 118-ci suala. Burada görürük ki, verilənlərdən biri turşudur, biri də spirtdir. Turşu ilə də spirtin reaksiyasından mürəkkəb efir əmələ gəlir. Bu zaman turşudan OH, spirtdən də H qopur. İndi nə alınacaq? CH3, CO. Bax, bu hissəni də gətirib bura birləşdirik. O, C4H9. Bir də üstə gələk su. 19-cu da bundan oxşar sualdır. Burada bizə verilən akril turşusudur. Yenə də akril turşusu da fərq eləmir. Karboksil qrupu olduğuna görə o da efirləşə bilir. O zaman efir əmələ gəlir. Metakrilat efiri. CH2, CH, COO, CH3, bir də su ayrılır. Burada bizə təqdim olunubdur spirt, bir də nitrat turşusu. Spirtlər oksigenli turşularla mürəkkəb efir yarada bilir. C2H5O NO2 üstə gələk su. 123-də isə bizə verilən mürəkkəb efirdir. Mürəkkəb efirin üstünə su əlavə edəndə o hidrolizə uğrayır. Buradan qıraq, oradan alınacaqdır CH3COH sirkə turşusu. Bu hissədə metil spirtinə uyğun gəldiyinə görə CH3OH metil spirti. 124 də eyni bunun kimidir. Birinci reaksiya bu yazdığımız 123. Mürəkkəb efirin turş mühitdə hidrolizidir. Turş mühitdə hidroliz T hərfi ilə yadda saxlayın, tərsinə gedir. Yəni nədən əmələ gəlibsə ona çevrilir. 124 isə qələvi mühitdə hidrolizdir. Qələvi mühitdə hidroliz baş verəndə spirt bərpa olunur, turşunun duzu alınır. Götürdüyümüz turşu asitat turşusu CH3COO. İndi onun duzu alınacaq. O natrium və bir də metil spirti CH3OH. 125-də bizə verilən deməli akril turşusunun metil spirtinin əmələ gətirdiyi efirdir. Metil akrilat. Və bu polimerləşə bilər. Elə polimerləşməni bunun üstündə göstərirəm. 2 qat rabitə sınır olur tək qat. Buradan da belə xətt çəkirik. Bax, bu şəkildə polimerləşir. 126-da bizə verilən isə metil metakrilat efiridir. Bu da polimerləşir. Polimerləşəndə bu 2 qat rabitə sınacaq. 2 qat rabitənin kənarındakı karbonların isə hərəsindən bir dənə xətt çıxardaq. İndi onu biraz səliqəli necə göstərə bilərik? CH2, tək qat rabitə C, burada metil. Bax, bu hissəni yuxarı yazaq. COO, CH3. Ki, bax, bu xətti biz buradan rahat çəkib göstərə bilək. Olsun, bax, bu şəkildə. Sonra burada nəyə diqqət edəməlisiniz, uşaqlar? Bax, burada birdən pi rabitə ilə bağlı suallar verilir. Uşaqlar da elə bilir ki, bu polimerləşdirsə pi rabitə sındı. Burada karboksil qrupunda da bir dənə pi rabitə var idi.
İndi karboksil deyil, indi efirləşibdir. Burada da bir pi rabitə var. Sonra buradan sizi çaşdıran nə ola bilər? Birli karbonun sayı. Bəzən uşaqlar bunu da çaşıb birli karbon kimi sayırlar. Amma birli karbon odur ki, o bir karbonla əlaqəli olsun. Bu oksigenə birləşdiyinə görə birli sayılmır. Birli olacaq bax bu karbon, çünki aşağıdakı bu karbona birləşib, bir də bu karbon. Burada 2 dənə birli karbon var. 27-də bizə verilən gliserindir. Gliserinin üzərinə polimitin turşusu əlavə olunubdur. Karbon sayı 10-dan karbon sayı 20 arasında özdə cüt saya malikdirsə, baxın 15, biri də burada 16. Belə turşular yağ turşuları adlanır. Onlar yağ əmələ gətirə bilirlər. Və burada da 3 mol verdiyinə görə, deməli, trigliserit yaranacaqdır. Trigliserit, yəni burada hər 3 hidroksildə efirləşmə. Ona görə də alınanı belə göstərə bilərik. CH2, oksigenlər öz yerində, çünki demişik axı, efirləşmə reaksiyasında spirtdən hidrogenlər qopur, turşudan isə OH qrupları qopur. OH qruplarını qopardandan sonra bax bu hissəni gətirib buradan birləşdirək. Və unutmayın ki, bax bu oksigen bizim 2 qat rabitəli oksigenimizdir. Ona görə onu belə yazsaq daha yaxşı olar ki, siz də orada rabitələri görə biləsiniz. 15, 31, CO, C15H31, bir də CO 2 qat rabitədir bu, 15, 31, H31. Bu da belə şəkildə. İndi buradan alınan maddə olacaqdır bərk yağ. Ya da buna pi də deyə bilərlər, pi kimi qabağda çıxa bilər. 128-ci sualda isə yenə də görürük ki, bu gliserinin bu dəfə stearin turşusu ilə əmələ gətirdiyi mürəkkəb efirdir. Və onun da 3 mol su ilə hidrolizi nəticəsində yenə də burada gliserin yaranacaq. Fərqi yoxdur, bərk yağ da olsa, maye yağ da olsa, onun hidrolizindən mütləq gliserin çıxar. Və 3 mol da burada alınacaqdır stearin turşusu 17, 35, COOH. Burada verilən isə bu turş mühitdə hidrolizdir. Aşağıda isə qələvi mühitdə hidroliz verir. Bayaq da dedik, buna oxşar variant var idi. Əgər efirdirsə, efir qələvi mühitdə hidroliz olmuşsa, orada spirt bərpa olunur. Yenə də gliserin alınacaq, amma turşunun duzu alınır. Götürdüyümüz turşu da stearin olduğuna görə 17, 35, COO natrium 3 mol. Buradan alınan maddə stearin turşusunun natrium duzu bu bərk sabunun tərkibidir. Eyni buna oxşar, yəqin ki, burada verilib, verilməyibsə də onda özüm əlavə edeyim. Əgər bu prosesi biz kaliumdan aparsaydıq, orada da kaliumun duzu alınacaqdı və həmin maddədə olasıydı maye sabunu tərkibi. Uşaqlar, yeri gəlmişkən, doymamış turşuları da xatırlayaq. C17H35, COOH. Bu doymuş stearin turşusu. Buradan 2 hidrogen azaldanda C17H33, COOH. Bu olacaqdır olein turşusu. Oleinin həm cis, həm transforması var. Transformasına da elaidin deyilir. C17H31, COOH. Bu olur linol turşusu. 17H29, COOH. Bu da olacaqdır linolen turşusu. İndi baxın bizdə 17-29-dur. Burada 6 mol hidrogen əlavə ediblər. Biz baxaq görək bu yağı tam doymuş hala gətirmək üçün nə qədər hidrogen sərf edirik. Baxın 33-dür. Birinci buradan başlayaq ki 33-dür. Bunu tam doymuş hala gətirmək üçün bizə lazımdır 35-ə çatmaq üçün. Bu 1 mol bura hidrogen gedəcək. 31-i çatdırmaq üçün 2 mol bura hidrogen sərf olunur. 29-u çatdırmaq üçün 1, 2, 3 mol da bura sərf olunur. İndi həm də toplayaq, baxın 3 mol, 2 mol, 1 mol, elə gəldi 6 mol hidrogeni verdi. Demək ki, burada tam hidrogenləşmə baş verəcək. 29 da dönüb olacaqdır 35, 31 də 35-ə çatacaq, 33 də 35-ə çatacaq. Tamamilə bərk yağa çevriləcəkdir. Burada yəni adi turşu ilə əsas arasında gedən reaksiyadır. Alınır C17H35, COO natrium, bir də su əmələ gəlir. Yenə də bərk sabun alınır. Bu da bərk sabunun başqa bir yolundan alınması. 32 də buna oxşar şəkildə gedəcəkdir. Buradan da bərk sabun alınacaq və su ilə yanaşı həm də karbon qazı ayrılacaqdır. 33-də isə
33-də. Yenə bayaqkına oxşar gedir. 31-ə oxşar. Burada olacaq kalium, bir də alınacaqdır buradan su. Bu isə maye sabunun tərkibidir. Yəni 134 də ona oxşar şəkildə da kalium, su və karbon qazı, yəni də maye sabun alındı. 15, 31, COH, yəni də buradan da alınacaq C15, H31, COO, kalium və su ayrılır. Bu da həmçinin deməli, doymuş karbon turşularının kalium duzudur. Bu da maye sabun hesab olunur. Bunu biz bu şəkildə yaza bilərik. Bu ali doymuş spirtdir. Bu isə H2SO4 sulfat turşusu deməkdir. Deməli, burada alınacaqdır R, yəni R-in əvəzinə biz yazacağıq C12H25 O SO3 H və bir də su ayrılır. Sonra irəlidə bəlkə də qarşımıza çıxacaqdır. Yəqin ki, baxın, burada veriblər bizə 38 və 39-cu reaksiyalarda. Bizim elə buradan aldığımız maddəni burada göstəriblər və onların hər ikisinin natrium hidroksinin reaksiyalarını təqdim ediblər. Bu zaman bu natrium buradakı hidrogeni əvəz eləyəcək. Onda belə bir maddə alınır. Buna deyirik ali doymuş spirtlərin sulfat turşusu ilə turş mürəkkəb efirinin natrium duzu. Bizim burada aldığımız turş mürəkkəb efiri idi. İndi onun natrium duzunu əldə elədik. Bu alınan maddələr isə sintetik yuyucu vasitələr, yəni paraşokun tərkibi sayılır. Elə buna oxşar reaksiya 37-də də baş verəcək. Daha bir də onu yazmıram. Keçdik 140-a. 140-da bizə təqdim olunan ketondur. Ketonun hidrogenləşməsi, yəni reduksiyası. Ketonun reduksiyasının hidrogenlər bura birləşsə, əldə edirik CH3. İkili spirt alırıq burada biz. Əgər aldehid olsaydı, onda aldehiddən birli spirt alardıq. Bax, 141-də də aldehid təqdim edibdir. Onda hidrogenləri bura birləşdirsək, CH3, CH2, CH2OH. OH birinci karbona birləşib, biz burada birli spirt almışıq. Burada bizə təqdim olunan isə üçlü spirtdir. Üçlü spirtin oksidaşməsini verir. Çünki miski oksid spirtin oksidaşməsi üçün istifadə etdiyimiz maddədir və bu reaksiya baş verməyəcək. Bilirik ki, birli spirtin oksidaşməsindən aldehid alınır, ikili spirtdən keton alınır, üçlü spirtlər isə oksidaşmaya daxil olunurlar. Onda 143-ə baxın, OH birləşən karbon 2 karbonla əlaqəlidir, deməli bu ikili spirtdir. Onda biz bu ikili spirtdən miski oksidlə reaksiyasından mis, su və keton alacağıq. Bu da aldığımız maddənin formulu. %144-dəki sadə bir reaksiyadır. Turşu ilə əsas arasında gedən neytrallaşmadır. Natrium asitat əmələ gəlir və su ayrılır. 145-dəki isə efirləşmə reaksiyasıdır. C10 H21 COO C3H7 və su ayrılır. 146 isə aldehid verilibdir, onun gümüş güzgü reaksiyasına daxil olmasıdır. Aldehidi olduğu kimi yazırıq, çünki biz onu indi turşuya çevirəcəyik. Axırıncı hissəsini dəyişməklə OOH və buradan da 2 mol gümüş əmələ gəlir.